Bugün sosial şəbəkədə Aytəkin adına bir xanımı nümayiş elədilər. Dedilər ki, Qubadlının tikinti bərpa işlərini bu xanım yerinə yetirəcək. Uğurlu olsun, mən şübhə eləmirəm ki, mütəxəssis olduğundan. Ancaq mənim bir tövsiyəm var. Mən də bir dəfə Qubadlıya gedərkən işğaldan sonra, xüsusən Laçın tərəfdən gələndə yüksəklikdən Qubadlının təbii şəraitinə baxdım. Mən də özümə qabaqlar fikirləşirdim ki, görəsən Qubadda niyə tikinti işləri getmir? Bütün rayon orada gedir, Qubadda isə getmir. Mən o yuxarıdan baxanda bizim prezidentin gözü ilə baxdım. Bizim prezidentin zövqünə yəqin ki, kimisə şübhəsi yoxdur. Çıxışlarının birində hələ o vaxt demişdi ki, bizim məmurları göndərmək lazımdır xaricdə, xüsusən Avropada tikinti bərpa işlərinə baxsınlar və gəlib bizim şəhərləri zay binalarla zövqünü korlamasınlar. İnsanların da elə binaların da şəhərində. Bu baxımdan Qubadlıya baxanda orada qeyri şərait gördüm. Bu Allah'ın yarattığı qeyri-adi şəraitdir. Təbii stadion var orada. Mən də belə düşünürəm ki, bizim prezident yəqin ki, o baxımdan bizim Qubadlı şəhərini belə gec tikməyə başladı. Ancaq tikərkən bunu nəzərə almağı xahiş olunur. Mən bir mütəxəssis olmadığım üçün sadəcə oradan baxanda elə görsəndi. Qubadlı başqa rayonlardan fərqli olaraq içərisindən 2 dənə bol, şirin sulu çay axır. Onun biri düz şəhərin mərkəzindən axır. Və bunu nəzərə alaraq şəhərin mərkəzində göl yaratmaq, Mingəçevirin obrazında bir göl yaratmaq, Mingəçevirdə elə bir təbii şərait yoxdur. Mingəçevirdə süni şəkildədir, amma Allah Taala Qubadlını təbii şəraitdə bir stadion yaradıb. Stadion özü-özlüyündə çox baha başa gələn bir tikinti deməkdir. Yəni biz Bakıda tikmişdik, onu hamı görmüşdü, o vaxt bilir ki, çox baha başa gəlir. Amma Qubadlı isə təbii var. Su idman oyunlarını həmin Qubadlının mərkəzində keçirmək olar. Bu gələcəkdə Allah qoysa, əgər ora bunu nəzərə alsalar, gələcəkdə Qubadlıda həm də Olimpiya keçirmək belə mümkün olan bir şəhər olacaq. Qubadlının dediyim kimi ortasında çayın qarşısında orada bir böyük göl yaratmaq Mingəçevirə bənzər və həmin şəhəri isə dağın ətrafına çıxartmaq və çayın qırağında, gölün qırağında isə stadion yaratmaq. Yəni gələcəkdə orada hansısa idman oyunlarını keçirmək, su idman oyunlarını orada keçirmək üçün çox böyük şəraiti var. Bunu nəzərə almaq lazımdır. Yəni tikinti apararkən bax bunu nəzərə alın. Tez tikmək hələ əsas məsələ deyil. O Qubadlı həm də sərhəd şəhəridir. Qubadlının bir çox təmiz quru havası var. Onun qeyri-adi saf quru havası var. Bu da yuxarı tənəffüs yollarına və oynaq xəstələri, revmatizm xəstələri olan adamlar üçün çox təbii şəraiti olan bir rayondur. Və onu da nəzərə alıb orada bir sanatoriya tikmək və sanatoriya kimi məsələn burada xaricdə də insanlar ora cəlb eləmək olar. Təbii şəraiti Allah yaradıb. Biz ona sadəcə Allahın yeritdiyi təbii şəraitə biraz kömək eləmək lazım ki, stadion yaransın. Sağ olun.